Müəllim, niyə aktyor olmaq qərarına gəldiniz? Hə, onun tarixi çox böyükdür. Mən orta məktəbdə 70-ci illərdə oxuyurdum. Elə də əlaçı da deyildim. Orta oxuyurdum da, 4-5 il oxuyurdum. Yəni yaxşı oxuyurdum, yaxşı. Və mənim ilk arzum hüquqşünas olmaq oldu. Mən hüquqşünas olma fikrindən tarixi, ədəbiyyatı, o vaxtı hüquqşünas olmaq üçün bu fənləri daha yaxşı oxuyurdum. Önəm verirdim. Ancaq qardaşım Vəliyyət Vəliyev, rəhmətlik, teatrda aktyor işləyir. Özü də baş rollar oynayır. O məni gətirirdi həmişə teatra.